2004-cü sezonu heç bir rəqibində olmadığı qədər 17 legionerlə keçirən Neftçi. Neftçi bu mövsüm yaşadıqlarına görə Jean-Claude Van Damme'ın 30 il əvvəlki məşhur döyüş filmlərini xatırlatdı. 2-3 raund döyüldü, sonra inanılmaz geri dönüş edərək meydandan qələbə ilə ayrıldı. Neftçi mövsümdə ilk qələbəsini 5-ci turda Sumqayıtla görüşdə qazandı. 12-ci tur yekunlaşanda komandanın hesabında 3'ü qalibiyyət olmaqla cəmi 15 xal vardı. Yəni mümkün xalların yarıdan da azı. Noyabrın 23-də İmişli FK-ya məğlubiyyət isə rəhbərliyin səbr kasasını daşıran son damla oldu. Amma baş məşqçi Samir Abbasov asanlıqla postundan getməyə fikrində deyildi. Belə də Neftçinin mətbuat xidməti baş məşqçini nəticələrə görə tənbih edə-edə, sanki məktəbdən qovulan şagirdi danlamaq tərzində istefa xəbərini yaydı. Dinləyin və nəticə çıxarın. Stat. Samir Abbasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib. O cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib. Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub. Komandanı tərk edən oyunçularla bağlı bütün qərarları da baş məşqçi verib. Müqavilə bağlanarkən Samir Abbasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub. Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xəttlə gələcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son görüşlərdə oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzu olunan sayılmayıb. İmişli ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub. Samir Abbasovun Neftçidə həm oyunçu, həm də məşqçi kimi xidmətlərini nəzərə alaraq peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edib. Samir Abbasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırki uğursuzluğun bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlara bağlı olduğunu iddia edib. Mövsümün sonunda komandanın ilk üçlüyə düşəcəyini söyləyib. İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə bir tərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir. Statın sonu. Bax belə, Samir Abbasov bu dəfə deməyə, 2024-2025-ci illər mövsümündə olduğu kimi söykənməyə tutarlı bəhanəsi qalmamışdı. Heyəti özün yığmısan, tam səlahiyyət verilib, qarşıya qoyulan məqsədə qəbul etmirsən, indi buyur, cavab ver. Nəticədə Neftçi Samir Abbasovun müqavilə üzrə qalan 7 aylıq maaşını təxminən 175 min manatı da ödəyərək canını ondan qurtardı. Gətirdikləri yeni məşqçi isə əsl xilaskar oldu. Yuri Vernudub əvvəl işlədiyi klublarda da nəticə baxımından diqqət çəkmişdi. Böhran vəziyyətinin məşqçi kimi xarakterizə olunurdu. Dekabrın 9-u Vernudubun təyinatı açıqlanandan martın 9-nadək Neftçi 8 oyundan yalnız birində Turan Tovzu uduzdu. Ondan sonraki sürət daha möhtəşəm idi. 11 oyunda 9 qələbə, 1 heçəcə və yalnız Qarabağa məğlubiyyət. 32-ci turda artıq çempionluğu təmin etmiş Sabah üzərində qələbədə rəqibin rahatlığı, yetərincə motivasiyada olmaması da rol oynadı. Bu qələbə həm də Neftçinin üzünə Avrokubokların qapısını açdı. Sabah bununla sanki Neftçinin borcunu qaytardı. Axı ondan əvvəl məhz Neftçi Qarabağı məğlub edərək Sabahın erkən çempionluğu rəsmiləşdirməsinə kömək etmişdi. İndi isə cənab Vernudubu Avropa imtahanı gözləyir.